Bugün Gəncədə görkəmli yazıcı, alim, ədəbiyyatşünas Mirzəcəlal Paşayevin 117 illik yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçirilir. Ədibin adını daşıyan ev muzeyində keçirilən gecədə şəhər ictimaiyyəti, ziyalılar və Milli Aviasiya Akademiyasının tələbələri iştirak edir. Tədbirin açılışında çıxış edən Milli Aviasiya Akademiyasının birinci prorektoru, Professor Ədalət Səmədov, Mirzəcəlal fəlsəfəsini, onun humanizm ənənələrini bugün də yaşadan və uğurla davam etdirən akademik Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Mirzəcəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bugün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur. Çıxış edən Elm və Təhsil Nazirinin müavini Firidun Qurbanov deyib ki, Mirzəcəlal Paşayev Azərbaycan elm və təhsilinin ədəbi məktəblərinin inkişafına, milli dəyərlərin, adət-ənənələrinin qorunmasına çalışmış, gəncləri savadlı və vətənpərvər olmağa sövq edib. Sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov diqqətə çatdırıb ki, qədimliyi ilə müasirliyi özündə cəmləşdirən və bu gün gündən-günə gözəlləşən Gəncə şəhərinin ruhunda Mirzəcəlal izi var. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov da çıxış edərək deyib ki, böyük alim Mirzəcəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özündə əbədi yaşarlıq qazanıb. Xalq şairi Nəriman Həsənzadə öz sevimli müəllimi haqqında xoş xatirələrini səsləndirib. Milli Aviasiya Akademiyasının rektor köməkçisi, İqtisadi Elmlər üzrə fəlsəfə doktoru Dosent Gülnar Əhmədov bildirib ki, illər ötdükcə Mirzəcəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatılmaz müəllimliyi, bəşərliyi heyranlıqla qarşılanır. Sonra Milli Aviasiya Akademiyasının tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub.